Dünənki pis günə görə bugünkü günü korlamağa ehtiyac yoxdur. Və çətinliklər olanda ən böyük cəsarət kömək istəmək qabiliyyətidir. Kömək kimdənsə tövsiyə istəyə bilərsən, kimdənsə borc istəyə bilərsən və yaxud maddi dəstək. Ən böyük bizim kömək istəməyimizsə bütün köməkləri bizə nəsib edən Rəbbimizdən. Mən adam vəsaitini borc, xərc, dostlarım vasitəsilə, satmalı olduğum hər şeylə adam vəsaitini bağladım, qaytardım. Özüm çox böyük çətinliyə düşdüm. Allah bunu mənim üçün asanlaşdırdı. Zərər elədim orada. Bunu mən kəffarə olaraq görürəm. İnsan dürüst olduqca, xüsusən əməllərində və niyyətində Allaha güvəndikcə və niyyəti və məqsədi Allah üçün olduqdan sonra Allah insanı darda qoymaz. Bir gün Peyğəmbərimiz sallallahu əleyhi və səlləm yanına böyük bir iş adamı gəlir, bir qəbilə başçılarından böyük bir iş adamı gəlir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm oturduğu yerdə öz paltarını götürür, həmən insanın altına sərir, həmən insan orada əyləşir. Həmən insan yerincə iman gətirir. Yəni bu nəzakətdən, bu davranışdan o elə bir hala gəlir ki, bununla iman gətirir. Həm səbir, həm əxlaq, həm dürüstlük. Yəni maddi olaraq nə isə itirə bilərik. Amma mənəvi olaraq başımızı axşam yastığa qoyub yatdığımızda və yaxud da ki, müsəlman olaraq Allahın qarşısında durduğumuz bir zamanda nə etdiyimizi özümüz yaxşı bilirik.